Bismillah, elhamdülillah, və salatu və salam alə Rasulillah və bə'd. Müslimin səhihində rivayət edilən bir rivayətdə Su'ilə Aliyyun, Ali radiyallahu anh'dan soruşdular. Əxassukum Rasulullah sallallahu aleyhi və səlləm bir şey. Peyğəmbər dedilər, sizlərə xas olaraq nəsə buraxdırmı? Xas bir şey buraxdırmı? Ali radiyallahu anh da dedi ki, mə xassana Rasulullah sallallahu aleyhi və səlləm bir şey, ləm yəummu bihin nəs kəffətən illə mə kənə fi qirabis seyfi hədə. Ali radiyallahu anh da cavabında dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm başqa insanlara deyil, yalnızca bizə özəl olaraq bir şey buraxmamışdır. Ancaq qılıncımın qabındakı istisnadır. Və sonra və əxracı sahifətən məktubu fiyhə. Sonra həmin qabdan bir səhifə çıxarılmışdı ki, səhifə yazılı bir şəkildə idi. Və içində belə yazı yazılmışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu yazdırmışdır ki, Lə'ənəllah mən zəbəhə li qeyrilləh. Allah, Allahdan başqasına, qurban kesinə lənət etsin. Və lə'ənəllah mən səbəqə mənəral ardi. Və Allah, yerin sınırlarını dəyişənlərə Allah lənət etsin. Və lə'ənəllah mən lə'ənə validah. Və Allah, valideyninə lənət edənə lənət etsin. Və lə'ənəllah mən əvə muhdisən. Və Allah, bidətçiyə sığınacaq verənə lənət etmişdir. Bunun mənası nədir? Təbii ki, burada Allahdan başqasına, qurban kesinə lənət edilsin. Bu, açıq bir kəlmədir. Yəni, birinci, bunun mənasını ələ alaq. Bunun mənası budur ki, Allah subhanahu teala o kəsə lənət edər ki, o kəs Allahdan başqasına qurban kesər. Təbii ki, Allahdan başqasına qurban kəsən müşrik olmaqla yanaşı, həmçinin Allah subhanahu teala'nın lənətini də öz üzərinə almışdır. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, وَلَعَنَ اللّٰهَ مَنْ سَرَقَ مَنَارَ الْأَرْضِ. Allah yerlərin sınırlarını dəyişənə lənət etsin. Yerlərin xəttlərini, sınırları dəyişmək də yer üzərində cəmaatın, misal üçün, ərazisini iddia etmək ki, mənim ərazimdir. Bu hal çox vaxtı alimlər deyir ki, məsələ, kənd yerində olan insanlarda baş verir. Misal üçün, adam filan yeri cəpərləyib və filan adama məxsusdur. Qonşusu yan tərəfdən qalxıb deyir ki, sən 1 metr mənim ərazimə girmişsən və başlayır sınırları dəyişməyə. Yəni, əraziyi, özünə aid olmayan əraziyi və özünün olduğunu iddia edərək nədir? Həmin cəpərlərdə setqanı o tərəf, bu tərəf vuraraq yerlərin ərazilərini dəyişmək də bunun içinə girər və ilə axır. Və həmçinin hədisdə gələn Allah lənət etsin valideynə, lənət edənə, bunun da mənası budur ki, Allah Resulü sallallahu aleyhi ve sellem necə ki, başqa hədisdə sahabə Peyğəmbərdən soruşanda ki, ey Allah Resulü, insan öz valideyninə necə lənət edər, necə söyər? Peyğəmbər sallallahu aleyhi ve sellem də buyurmuşdu ki, sən başqasının valideyninə söyürsən, o da bunun qarşılığında sənin valideyninə söyür. Və sən beləcə öz valideyninə söymüş və yaxud lənət etmiş olursan. Və həmçinin sonra Peyğəmbər sallallahu aleyhi ve sellemin bu sözünə gəlincə Allah lənət etsin, bidətçiyə sığınacaq verən, təbii ki, bu da açıq bir məsələdir. Bu da bidətçiyə həm məskən olaraq sığınacaq verən bunun içinə girir, həm də bidətçiyi müdafiə etmək, bidətçiyi savunmaq bunun içinə girir. Ondan dolayı bu kimi sifətlərdən uzaq durmaq lazımdır. Allah subhanahu teala bizi şirkin böyüyündən də, kiçiyindən də, haramın böyüyündən də, kiçiyindən də bizləri qorusun. Amin.